əməl edilməlidir. Yəqin demək iftar vaxtı namaz qılaq, yoxsa iftarımızı açaq. Baxın da vəziyyətimizə. Gördünüz ki, namaz qılanda zikir-fikir yeməkdə qalacaqsa, gedin o namazda, belə deyək də, huzurla qılınmaz da. Bir tikə nəsə yeyə bilirsinizsə, yiyin, ondan sonra namazınızı qılın. Yox, gördünüz, elə deyil, maşallah, hər şey qaydasındadır. Namazınızı qılın, iftarınızı açın. Məlahət Əliyeva xanım yazır, sabahınız xeyir olsun, dəyərli qardaşlar. Övlad arzusunda olan bir bacımız var, çox xahiş edirəm. Hacı Ramil qardaş o bacımız üçün dua etsin. Öncədən təşəkkürlər. Allah inşallah o bacımıza salih bir dənə övlad nəsib eləsin inşallah. Övlad istəyənlərə Allah övlad nəsib eləsin. Amin. Mömin adlı istifadəçi inşallah həqiqi möminlərimizdəndir. Mömin əzizlərimizin əllərindən öpürəm, bayaqçı sözün ardı olaraq. Salam, sabahınız xeyir olsun. Allah körpə uşaqlara savab və günah yazırmı, bir də imtihan edirmi? Körpə uşağa savab, belə deyək də, körpə uşağı məsələn 1 aylıq deyil, 3 aylıq deyil, onlara nə günah yazılmaz və savab da ki, neyinirlər ki, savab da yazılsın. Nə etəcəklər? Bir də ki, hələ onlar pakdırlar da, yəni hələ onların vücudu savabın özüdür. Ərşdən təzə düşüblər yerə, cənnətdən təzə gəliblər dünya adlı məntəqəyə, xoş gəlib, səfa gətiriblər. Bu məsələnin bir tərəfidir. Amma bir yetkinlik yaşı var da, oğlanla xanımda, o yaşa yetişəndən sonra insanda artıq o günahlar və savablar qeyd olunmağa başlayır. Hətta mənim alimlərdən birinin həyatı haqqında oxuyordum, deyir ki, hədd-buluğa yetişəndə bir qonaqlıq süfrəsi açdı. Cəmaatı yığdı, qonaqlıq süfrəsi verildi. Dedi, bu nə süfrədir? Dedilər, Allah bugündən mənə vacib edib artıq. Bu ki, mənə deyir, bu nə et? Dünə necə mənə demirdi bu nə et? Deyirdi, özün bilərsən, yetişsən yaxşı. İndi mənə əmr edir Allah. Mən bura yetişmişəm. Yəni, Allah artıq məni seçib. Bu işi gör gedə. Necə əvvəl daha çox olardı. Məsələn, cavan az yaşlılar baxardı böyüklər, mənə bir dənə iş tapşırsınlar. Qaça-qaça qeyb eləyərdilər, alardılar dükandan. İndi bəzi uşaqlar elə deyil, onun üzünə baxır, bunun üzünə baxır. Hamısını aid eləmirəm, amma yaxşı, müşkül olsan Allah. Elə uşaqlar indi də var. Əlhəmdülillah. Amma tanımaq olur da. Böyüklər bilirlər də uşaqların kitabında nə var. İndi bir, belə deyək də, o alim sevinirdi ki, ilahə Rəbbim, sən mənə nəsib elədin, artıq mənə əmr edirsən. Yetkinlik yaşı vardı, o yaşı yetişəndən sonra artıq nələr yazılır, savab və günahlar yazılmağa başlayır. Sevda Məmmədova yazır, salam, bayramınız mübarək, əziz hacılar, sizə bir sualım var. İnsan daha çox namaza necə şövqlə, sevgi ilə gedə bilər? Namaza şövq ilə, sevgi ilə getmək üçün namazın mahiyyətini anlamaq, namazın fəlsəfəsini, ibadətin fəlsəfəsini bilmək. Yaxud, məsələn, övliyalar necə namaz qılıblar, bir onları mütaliə eləmək. Və yaxud, belə deyək, insanın namazdan öncə bu namazım son namazım ola bilər, onu düşünməsi və namazın Allahla həmsöhbət olduğunu anlamaq. Namaz Allahla diyaloqdur. Hərdən deyirdilər, namaz qıl ki, Allahla sən danışasan, Allah eşitsin. Namazda elə bilsən, Allah sənə danışır. Allah sənə həmsöhbətdir. Allahla bir həmsöhbət olmaqdır. Qədəxanə ziyarə hədislərdə gəlib ki, Allahla görüşdür, ziyarət vaxtı yetişdi. Bax, bu mövzuları bir düşünmək və ruhu paklığı qorumaqla namazdan şövqlə qılarıq və ləzzət alarıq. Bəli. Salam hacı, mən anama qarşı çox haqsızlıq etmişəm, amma tövbə etmişəm, anam da bağışlayıb. Amma arada yenə həmin hərəkət təkrar edirəm. Amma anamın qulluğunda dururam. Bu yaxşılığım o günahı bağışlayarmı? Bağışlayar, amma bu o demək deyirlər, o günahı deyiləyim, o bağışlayar. Yəni, bilirsən demək istəyirəm, adam deyə ibadətlərinə arxayın ola, bu tərəfdən elə o xətaları, səhvlər eləyək ki, Allah mənə bağışlayır. Tövbə eləsin, da anasını incitməsin. Ananı narahat eləmək ibadətlərə də təsirini itirir. İbadətlərin bir ruhunu alır, ruhunu öldürür. İbadətin şəkli qalır, həqiqət itir. Deyirəm, məyus olsunlar. Amma deyirəm, yəni, ən azı bunu qədər düşünməyə dəyər. Yəni, ana, ata bu qədər mühümdür. Ona görə çalışın anatanın iniyin, bərrən bir valideyk,
ata-anaya çoxlu yaxşılıq eləmək, səhralar qədər yaxşılıq eləmək. Və la taqul lahum uffin, uff deməmək. Aydındır. Bunlara diqqət eləsə çox gözəl olar. Orxan Ağayev yazır. Salamün aleykum. Allah qorusun sizi. Maidə 55-ci ayə Həzrət Əli əleyhissalama aiddirmi? Bəli, bəli, Maidə 55, Həzrət Əmr-ül Rüku ayəsidir də. Və hum rakiun. Rüku halında zəkat verənlər. Yəni o Əmr-ül Möminin orada bir addım atır, o da tarixə düşür. Düzdür, ondan sonra da bəziləri çox verdi sədəqə, zəki verdilər də, onlar da üzüyü verdi. Hətta deyəsən birini oxumuşdum, 40 dəfə verdi. Amma gəlmədi də, Quran-ı Kərimdə ayə gəlmədi. Əmr-ül Möminin tam bir başqa addım atdı da, yəni. Hətta mənim qabağıma bir dənə hədis çıxdı, nümunə təfsirində. Deyir, o bir imamların da həyatında bu baş verib. Ona görə deyir, ayədə cəmdir. Və hum rakiun. Onlar rüku halında zəkat verdilər. Deyir, İmam Həsən də verib, İmam Hüseyin də verib. Ona görə Allah olardı sanki deyir, ima eləyib. Bu hədis var, nümunə təfsirindədir. Gözəl, çox gözəl. Şəhla Məmmədova yazır, salam, bayramınız mübarək, Allah razı olsun. Dünən Furqan surəsindən ayə dediniz, neçənci ayə idi? Zəhmət olmasa deyərdiniz. Furqan, bir dənə baxın da, İbadur Rəhman ayəsindən aparatordan xahiş elədim. Yəmşun, o əvvəlləridir. Ayə belədir də, deyir ki, İlahi və Rəbbim və cealnə lil-muttəqinə imamən yazın, çıxacaq. İndi göndərir digər ayə, narahat olun. Aytən Əliyev yazır, mənim heç bir işim yolunda getmir, bəxtim heç nə də gətirmir, mən hansı duanı oxuyum? Birinci o fikirlə razı deyiləm. İnciməsin məndən. Heç bir işim düz gətirmir, heç bir duam qəbul olmur, elə deyil. Biraz otursunuz, araşdırsınız, gözü bəzi dualarımız qəbul olub. Birinci buradan o məyusluğunu iniyin, o cürlə yanaşmayın. Belə yanaşanda Allah o birlərini də qəbul eləmir. Biz Allahla oturub danışanda deyirlər, birinci, dua eləməmişdən qabaq. Başlayın bəzi neymətləri xatırlamağa. İlahi, bunu istədim, o vaxt verdin. Onu istədim, verdin. İndi də səndən nəsə istəyirəm. Biz bəzi vaxtlar neymətləri unuduruq. Gəlir, dedik, bu vaxtda heç verməmsən mənə. Gəlmişim, indi nəsə istəyirəm sənə. Bu cürlə danışıq tərzinə Allahdan heç ala bilmərik. Hə, indi verərik rəhmətindən. Amma Allah deyər, mən sənə bu qədər neymət verdim, belə gəlmədi üstümə. Başa düşürsən? Elə bir bəzi vaxtlar misal biraz kobud çıxmasın, izləyiciyə mən kömək edirəm, amma niyyətim xoşdur. Elə bir ki, övlad gələr ataya, anaya deyər, siz bugün məhz neynəmişsiniz? Sonra deyir, mənə kömək edə, pul ver. Ata deyər, olmadı ki. Sən bugünə qədər biz etmədikmi? Nələr etdik? Unuttun mu onları? Bu qədər yaxşılıqları unuttun? Bəzi neymətlər var ki, hər gün veriləndə adam onu görmür. O necə balıq suda olanda hiss eləmir, qırağa düşəndə görür ki, boğulur, mən susuz yaşaya bilmərəm. Biz bəzi neymətlər içində qərq olmuşuq. Əzhərə niyəməhu zahirətən və batinə. Quran deyir ki, bəzi neymətlər aşkardır, bəziləri batindir, gizlindir. Qərq olmuşuq bəzi neymətlər içində. Bəzi aşkarları görmürük, bəzi batinləri heç görmürük. O neymətləri görməyə başlayın, yol deyirəm mən. Allahın verdiyi neymətləri görməyə başlayın və onlara şükür eləməyə başlayın. Həmən şükür eləməklə başqa neymətlər əldə eləyərsiniz. Ləin şəkərtum ləzidənnəkum. Allah deyir, şükür eləyin ki, o birlər verim, artırım. Bu da bir. Gözəl. Və bəzi dostlara müraciət edirəm. Yəni, ola bilər dindən məlumatı olmayan insanlar, amma dini sevən, Allaha bağlı olan insanlar var. Onlar sosial şəbəkələrdə bir qrup hiləgərlərin, fırıldaqçıların tələsinə düşürlər. Hacı, bax, belə bir suallar verilir onlara. Məsələn də, onlar da deyirlər, məsələn, WhatsApp-a bizə mənə müraciət edeyim, mən sizin bəxtinizi açım, nə bilim, işlərinizin düyününü açım, filan edeyim. Və onlardan müəyyən bir məbləğlər də alırlar, insanları alladırlar. Allanmayın, belə şeylərə ehtiyac yoxdur. Yəni, biraz azca dinlə maraqlansaz, çox asan bir yolları var, Hacı qeyd elədi, bu biri. Yəni, sadə bir şəkildə. Yoxsa gedəsən kiməsə deyəsən, mənə dua yaz ginə, mənim düyünüm açılsın, bəxtim açılsın, ərə gedim, ya filan. Hacı, o qədər insanları alladırlar. Baxırsan, bir 10 dəqiqə izləyirsən, adam əsəb keçirir həqiqətən də. Bu nə qədər hiləgər insanlardır da. Yəni, nə bilim, valla. Və bu qədər dindən məlumatsız insanları tədəyə salırlar. Bu adamın narahat edir. Bəzi insanlar özlərində günah vardır. Elə bir aldanmağı xoşlayırlar.
Görürsüz belə Gəl mənə deyir ki, Allah. Hə, bəli. Bu bir də biraz öncə sual göndərdi, operator göndərdi mənə. Furqan surəsi 74-cü ayə. Furqan 74. O İbadur Rəhmanın duası, dünənki ayənin duası, ayəsi.